Salam, hamınızı xoş gördük. Hamınız xoş gəlmişsiniz. Çok sağ ol. Çok sağ ol. Bir saniye bir daha bunu göndereyim. Kardeş, salam aleyküm. Deməli, dünən sizin qızınız bizim oğlumuza Facebook'ta dostluq atıb. Və biz də təbii ki, bugün gəlmişik sizə elçiliyə. Hə, oğlumuz tertemiz uşaq diye Instagram profiline bakın. 14 bin izleyicisi var. Hamısıdır ya. Bir tane de bot yoktu. Lap yaxşı, lap gözəl. Gözlə, bir fikir ver dostluğunda kimlər var, hə? Bəhram Bağırzadə, Kamil Zeynallı, Hacı Nuran. Hadi Hacuran hamının profilində var da dostluqda da. Axırda da hamımızın axırına çıxacaq. Bizim kızımız da tərifə layiq qızdır. Cəmi 133 izləyicisi var. Hamısı da qohum əqrabadır. Yalan deyir. Allah bilir neçədən oğlan onu tağ eləyib. Baxın Instagram profilinə. Bir dənə də öz şəkli yox deyə. Hamısı gül çiçək, pişik. Tanıyıram belələrini. Şəkil qoymur. Amma orada burada Wi-Fi-ni hamıya paylayır. Qardaş, gəl açıq danışaq. Bəlkə bundan qabaq qızvuz kimi ilənsə inboxda yazışıb. Bəlkə like qatıblar ona, bəlkə kimsə şiir atıb. Yəni deyin bilək də. Siz nə danışırsınız? Bizim uşaq tərtəmiz ev qızıdır. Heç TikTok'u belə yoxdur. Yalan danışır. Kıza bak. Onun üzü canlı efirler görüb. Prosta bilib gələcəksiniz. Həkimə gedib profilini sildirib. Özü də ki, oğlumuz bu başdan deyir. Deyir qızı mənə verməsələr, səhifəsini oğurlayıb qaçırdacağım. Biləsiniz. O mənim zariyyatqamı yaxşı. Nə deyirəm ki, Allah xoşbaxt eləsin. Gəlin bu toy münasibəti ilə WhatsApp qrupu yaradaq. Və qızım, hamıya şirin megabayt payla.